Bismillahirrahmanirrahim. Bu gün çox maraqlı, mənim üçün maraqlı bir məlumat diqqətimi çəkdi. Dövlət Sosial Müdafiə Fondunun yeri təyin olunmuş rəhbəri Zəkan Mirzəyev iki yaxın qohumunu Dövlət Sosial Müdafiə Fondunda iş verib. Xalası oğlu Mail Məmmədov Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru vəzifəsinə təyinat alıb və bacısının həyat yoldaşı Şahin Əliyev isə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə gətirilib. Yəni, Zəkan Mirzəyev öz yeznəsini özünə müavin təyin edib. Diqqətimi çəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə, bəzi saytlarda, mətbu orqanlarda bu hal kəskin şəkildə tənqid edilir, razıyam. Tənqid edilməlidir və bunun üçün konkret qanunvericilikdə deməli konkret maddə var. Düzdür, mən baxdım və bəzi yerlərə müraciət etdim. Belə hal üçün konkret müvafiq deməli məcəllədə hər hansı bir cəza nəzərdə tutulmur, amma qohumlar eyni yerdə çalışırlarsa, onlardan biri dərhal həmən vəzifədən uzaqlaşdırılmalıdır kimi bir göstəriş var. Bununla da işim yoxdur, bunun hüquqi tərəfi ilə də işim yoxdur. Sadəcə mənim üçün maraqlı olan, diqqətimi çəkən məsələ həmən şəxslərdilər ki, onlar indi Dövlət Sosial Müdafiə Fondunun rəhbərini tənqid edirlər, onu qanunsuzluqda ittiham edirlər, yaxınlarını, qohum-əqrəbasını ətrafına yığmaqda ittiham edirlər. Bu ittiham olunmalıdır. Amma 2016-cı ildə, yadınızdadırsa, sentyabrın 26-sında referendum keçirildi və həmən referenduma görə deməli, ölkədə idarəçilikdə bir dəyişiklik baş verdi. Ölkənin ikinci şəxsi kimi baş nazirlikdən o səlahiyyətlər alınıb, yeni vitse-prezidentlik postu yaradıldı və ölkənin ikinci şəxsi kimi həmən o səlahiyyətlər verildi, vitse-prezident postuna verildi, təhvil verildi. Və 2017-ci ilin fevral ayının 21-də səhv etmirəmsə, İlham Əliyev öz həyat yoldaşı Mehriban Əliyevanı rəsmi olaraq ölkənin ikinci şəxsi elan etdi və vitse-prezident elan olundu. Həmən zamanda bu gün deməli Zəkan Mirzəyevi tənqid edənlər, onun üstünə gedənlər, qohum-əqrəbasını ətrafına yığır, rixşənd eləyənlər, istehza eləyənlər, ələ salanlar, lağlağı eləyənlər, nədənsə həmən dövrdə İlham Əliyevin bu addımını humanist addım kimi, çox ciddi bir siyasi qərar kimi, dövləti, ölkəni xilas edən bir qərar kimi təqdim edirlər və İlham Əliyevin öz həyat yoldaşını gətirib özünə yəni müavin kimi sayılır da vitse-prezident. Vitse-prezident qoyması, ölkənin rəsmən ikinci adam elan etməsini çox düzgün bir siyasi gediş kimi qiymətləndirənlər, İlham Əliyevə yaltaqlıq eləyənlər, bu günlər görürəm ki, Dövlət Sosial Müdafiə Fondunun rəhbərinin qohum-əqrəbasını, yeznəsini və xalası oğlunu özünə müavin və icraçı direktor vəzifəsinə təyin etməsini kəskin şəkildə tənqid edirlər. Əslində, bunların unutduqları bir şey var ki, bunların məhz elə bugün əgər Dövlət Sosial Müdafiə Fondu bu addımı atırsa, bu İlham Əliyevdən cəsarət alır. Sədi Şirazinin bir şeiri var, tərcüməsi belədir. Deyir, əgər şah rəiyyətin bağından bir alma dərərsə, yerli məmurlar o ağacı dibindən qoparlar, kökündən çıxarlar. İlham Əliyev əgər öz arvadını, öz həyat yoldaşını rəsmi olaraq deməli, dövlətin əsas qanunu, konstitusiyanı dəyişdirib, onu vitse-prezidenti postuna gətirirsə, bu cür məmurlar, nazirlər və yerli məmurlar bütün qohum əqrabalarını ətrafına yığacaqlar və nümunə götürəcəklər ki,
əslində hüquqi baxımdan da belə nümunələr keçərli sayılır. Nümunə götürəcəklər ki, öz qohumunu vəzifəyə gətirmək üçün dövlətin konstitusiyasını dəyişdirən prezident dəyişdirirsə və buna xalq gedib hə deyirsə, əslində bütün xalqın adından digər seçkilər baş verdiyi kimi bu referendumda keçirildi. Amma mən bütün hallarda bu məsələdə yenə də xalqın ən azı səhlənkarlığından və xalqın susqunluğunda çox böyük ayıb və günah görürəm. Yəni ölkənin bu günə düşməsində xalqın susqunluğunu günah kimi hesab edirəmsə, özüm də daxil. Referendum keçirib Mehriban Əliyevanın vitse-prezident postuna gətirilməsində də xalqın susqunluğunu günah görürəm, yəni yanlış görürəm. Eyni zamanda bugün Zəkan Mirzəyevin xalası oğlu ilə bacısının həyat yoldaşını deməli DSMF-də yüksək vəzifələr verməsində də yenə də xalqın sükut etməsini, sükutunu yanlış görürəm və bunu bir səbəb kimi görürəm ki, eyni zamanda daha doğrusu İlham Əliyevin və bu cür komitə sədrlərinin, nazirlərin cəsarət mənbəyi kimi mən hesab edirəm. Əzizlər, bu halları bu cür tənqid etmək, lağ etmək və bu cür məsxərə obyektinə çevirməklə iş bitmir. Biz o vaxt yanlış etdik ki, yəni siz o vaxt yanlış etdiniz ki, İlham Əliyev öz həyat yoldaşını vitse-prezident gətirəndə, konstitusiyanı dəyişəndə biz onu alqışlayırdıq, onu təqdir edirdik. Amma Zəkan Mirzəyev öz xalatçı oğlunu DSMF-yə icraçı direktor qoyub, Geznəsini özünə mavin qoyub, bunu məsxərə edirik, bunu tənqid edirik. Ən azı bu yanaşma ədalətli yanaşma deyil. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.